İlham Əliyev Azərbaycan xalqına o qədər vəhşiliklər törədib ki və o qədər siyasi insanları öz pastelləri ilə şantaj edib ki, axırda onun da gəlini Alyona Əliyeva bərk sosqa olduğu deyilir. Amma əlimizdə yetərin qədər fakt var. Alyonanın şəkilləri və videoları. Bəli, indi İlham Əliyev görək buna nə deyəcək. O mənzərəni hamımız görmüşük. Biabırçılıqdır. Biabırçılıq. Xəstədirlər, dəlidirlər, nədirlər vallahi. Artıq Azərbaycan hakimiyyətinin trolları iş başındadır və yazıb bizə bildirirlər ki, burada nə var ki, adam ailə qurar da, ayrılar da. Bəli, mən sizinlə razıyam. Adam ailə qurub, ayrılar. Burada heç bir qəbahət yoxdur. Amma Alyona Əliyevanın ən azı 10 dənə kişini elə mən saymışam. 11-incisi isə Heydər Əliyevdir. Adam kişiləri əlcək kimi dəyişib. İndi mən sizə sual edirəm. Mənim heç kimin şəxsi həyatında işim yoxdur. Olmayıb, olmayacaq da. Amma İlham Əliyev, Mehriban Əliyeva, siz bilmirdiniz ki, kimlərinsə pastelinə kamera qoyanda bir gün bu da sizin başınıza gələcək. Həyat bumerangdır. Yaşatmasan, yaşamazsan. Mən nə fəx ediydim, gəldim Allah. Çok əziz. Anasan ay dədəyi. Ay dədəyi. Yadıma belə bir hadisə düşdü. Mehriban Əliyeva vaxtı ikən demişdi ki, mən prezident gəlini olmuşam və bu günləri prezident arvadıyam və prezidentin anası da olacağam. Və bu o nə deməkdir? O deməkdir ki, yəni bunlar hədəfləyiblər ki, balaca Heydər Əliyevi Azərbaycanın prezidenti etsinlər. Siz, əziz Azərbaycanlılar, hansısa Ukraynanın cırıq, deşik, vedrəsini Azərbaycanın birinci xanımı görmək istəyirsinizmi? Sən qəhbəsən? Xeyr. Doğrudur, hərdən sevişməyim olur. Amma hər adamla yox. Xoşum gələn kişi olanda.